Hər vaxtınız xeyirli olsun değerli izleyicilerim. Kanalıma xoş gəlmisiniz. Bugün lahmacun bişirmişəm. Lavaşda. Əslində xəmirdə yoğurmaq olur, bişirmək olur. Bu dəfə vaxtım olmadı. Lavaşla bişirib sizinlə paylaşıram. İnşallah gələn dəfələrdə xəmir yoğurub bişirərəm və paylaşaram sizinlə. Türk mətbəxinə aiddir. Əziz izləyicilərim, çox dadlı, ləzzətli olur, acılı olur. Keçirəm hazırlanma qaydasına. Dana ətini ət maşının xırda gözündən keçirtmişəm. Blenderdən keçirtdiyim yaşıl biber, sarı biber və qırmızı biberi qatdım. Pomidoru da, bir xörək qaşığı tomat, soğan, pul biber qırmızı, duz, acı biber, sarımsaq və cəfəri. Bunların hamısını blenderdən keçirtmişəm. Biraz da duru yağ əlavə edib və qara istiot əlavə elədim, qatışdırdım. Deməli, paçka lavaşlar olur, 10 dənə içində olur. Onlardan almışam. Hazırladığım içlikdən lavaşın üzərinə hər tərəfinə eyni qaydada, eyni qədər olmaq şərti ilə yayıram əti lavaşın üzərinə. Və qoydum peçdə bişsin. Deməli, sobada 220 dərəcədə mən pişirdim. Hər kəsin öz sobasını dilim bilir. Lavaş qızarana qədər kənarları, ət də zaten tərkibində tərəvəz boldur, tez bişəcək. Yəni bu cürünə bişirərək hər kəsin öz sobasına uyğun 10 dəqiqə, 15 dəqiqəyə bişir. Lahmacunlar pişdi. İndi isə servis edirəm. Lahmacun limonla, cəfəri və qırmızı soğanla daha ləzzətli olur. Kim istəsə pomidor, acı biber, yəni qoya bilər yeyəndə. Çox dadlı alındı, əziz izləyicilərim. Siz də bişirin. Bişirən hər kəsə nuş olsun. Allah hamınızın evinə bol ruzu, bərəkət versin inşallah. Ümid edirəm ki, bişirib bəyənərsiniz. Abunə olub bəyən düyməsini yazmağı unutmayın. Ərzaqların da miqdarı videonun alt bölməsində yazılacaq inşallah. Göz haqqınızı halal eləyin, əziz izləyicilərim. Dəstək olun ki, videolarımın ardı gəlsin. Sağ olun, sağlıqla qalın.